Goranboy rayonunun Tapqaraqoyunlu kənd ərazisində düşmən əsarəti altında qalan və 30 ildən artıq suvarma suyunda yaranan çətinlik artıq öz həllini tapıb. Kənd sakinlərinin sözlərinə görə 30 il ərzində mənfur düşmən onların əkin sahələrini atəş altında saxlayıb. Neytral ərazilərdə yerləşən suvarma kanalı yararsız vəziyyətə salınaraq suyun sahələrə çatdırılmasına əngəllər törədilib. Hətta bu ərazidə rayon sakinləri şəhidlər də verib. Bu kanaldan istifadə eləmək üçün 2 şəhid vermişik kənddən 2 nəfərimiz bu kanalın üzərində şəhid olur. Yəni erməni tərəfindən sniperlə vurulub. Bugün biz bu kanaldan tam səmərəli şəkildə istifadə edə bilirik. Nəinki bizlə bərabər qonşu kəndlərdə Tatarlı kəndidir, Qaşaltı kəndidir, Qasımbəyli kəndidir. Bu arxdan kanaldan tam şəkildə səmərəli istifadə edə bilir. Və bunun nəticəsində görürük ki, məhsullarımız daha yüksək olacaq. Uzunluğu 7 kilometr olan suvarma kanalı Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikaları vasitəsilə yenidən bərpa olunaraq lildən və kolkosdan təmizlənib. Bundan başqa idarə rayonda yerləşən əkin sahələrinin suvarılmasını mütəşəkkil olaraq aparmaq üçün 986 ədəd subartezian quyusu, 16 ədəd nasos stansiyası və ümumi uzunluğu 2277 kilometr olan suvarma kanalları istismar olunub. Bu qurğuların daimsaz vəziyyətdə işləməsi üçün il ərzində 1035 ədəd subartezian quyusunun nasosları cari təmir olunub. 46 ədəd təzə nasos alınaraq quyulara quraşdırılıb. Tapqaraqoyunlu kəndinin əsas su mənbəyi olan tap arxı, başlanğıcını incə saydan götürən tap arxı baxımsız vəziyyətdə qalmış neytral ərazidə olduğu üçün tamamilə yararsız hala düşmüşdür. İşğal dövrü bitdikdən sonra idarənin ağır texnikaları vasitəsilə çətin relyef şəraitində 7 kilometr uzunluğunda olan tap arxı yenidən bərpa olunmuş, əhalinin istifadəsinə verilmişdir. 2025-ci ildə rayonda bir sıra əsaslı və cari işlərin görülməsi planlaşdırılıb. Belə ki, rayonun ərazisində olan məhsuldarlığını tamamilə itirmiş 34 ədəd subartezian quyularında aparılacaq əsaslı təmir işləri üçün layihə smeta sənədləri hazırlanıb. Artıq işlərin görülməsinə başlanılacaq. İstismar müddətini çoxdan başa vuran Səfikürt nasos stansiyasının birinci pilləsinin 1020 mm-lik boru xəttinin nəzərdə tutulmuş 9 kilometrlik hissəsinin bu il 400 metrinin yenisi ilə əvəz olunması nəzərdə tutulub. Bütün bu işlərlə bərabər idarə tərəfindən rayon ərazisində içməli su təminatının yaxşılaşdırılması üçün 11 kənddə yenidən içməli su xətti çəkilməsi, su anbarlarında və içməli su boru xəttlərində təmir işlərinin görülməsi nəzərdə tutulub. Rayon ərazisində 24 saat fasiləsiz su verilir. Bununla bağlı ötən illərdə olduğu kimi dayanıqlı və fasiləsiz su təmin eləmək üçün operativ işlərimiz davam etdirilir. Rəhimli və Veysli kəndlərində də yeni su şəbəkəsi çəkilmişdir. 567 nəfər əhaliyə hal-hazırda sayğaçlama işləri davam etdirilir. Qeyd edək ki, Goranboy rayonunda və Murovdağ Goranboy su kəmərinin ətrafına yaxın kəndlərdə abonentlərə içməli su 24 saat fasiləsiz verilir. Qazanbulaq qəsəbəsi və Tapqaraqoyunlu kəndlərində əhalinin tələbatına uyğun olaraq suyun verilməsi təmin edilir.